elmi düzgün adamlardan götürmək lazımdır. Sələfidən, düzgün mənhəcdə, əqidədə, mənhəcdə olandan özünüz görürsünüz də bu gün nələr baş verir. Birinci, cihad söhbəti çıxdı. Nə qədər uşaqlar getdilər, öldülər, can uşaqlar. Hansı ki, onlar qalıb öz, hətta ətrafında insanları tohidə çağırsaydılar, Allah'a şərik qoşmasınlar. Əgər hətta bir neçəsi şirki tərk eləsəydi, vallahi o daha faydalı olardı. Qeyb olar, haradasa ölməkləri. Və qeyb öldülər, işlə də dəyişmədi. Dəyişməyəcəkdi də. Ona görə alimlər cihad demir heç yana. Nə baş verir, axır bu döyüşlər, hamısı nədir? Hamısı fitnədir. Xüsusən o Suriyada və ya Çiçənistanda və s. Heç bir alimlərdən heç kəs cihad deməyib. Hansı möhtəbərlərdən, ola bilər qıraqda kimlərsə qışqırsınlar. Amma möhtəbər alimlər heç kəs cihad deməyib. O biri deyirdilər, dedilər sonra deməyin, sonra demədik. Nə deməkdir? Kim deyirdi? Kim? Kim deyirdi hələ, həmişə deyib. Deməyib ki, yox. Allahdır cavabı. Sonra təkfir çıxdı. Təkfiri başladıq bəyan demək ki, düzgün başa düşməmişsiniz. Təkfir, bəli, var dində. Amma təkfirin qaydaları var, şərtləri var, manilər var. Hər adam eləyə bilməz. Sonra mənhəc məsələləri çıxdı. Hələ bunlar da həmisi mənhəc məsələsidir. O fərman, ağay fərman, o diktordur. Qardaşlar deyil, nəsə deyib ki, o gəldi Mədinəyə, format elədilər, onu getdi. Mənə barədə. Yaxşı, sən onu da format kimləyib. Yəni, tutaq ki, birinci, təbii ki, hələ deyil. Lap tutaq ki, mən Mədinəyə gəlmişəm, kimsə mənə deyib ki, qamay. Məsələn, hələ bir səhvdir. Bu məsələlər, belə fikirlər söyləyir. Mən də demişəm, əgər hələdirsə, sələfin mənhəci deyil. Deməli, o mənə format elədi. Kompüter zadım mən. Planşetam yoxsa. Onda o sənin kim format elədi? Abdullah Buxarın eşidirdi, Abdullah Buxarın normal idi. Abdullah Buxarın dərslərinə gedirdi. O birisi diktor Emin, apardı onu o Rüheylin yanına, İbrahimin. O da onu orada format elədi. Çıxandan sonra dedi, tərk elədi dərsləri. Bilmir nə desin. Düşüb ağızlarını format. Sən məsələlərdən danış. Qorxub deyə bilmirsən, açıq aydın ki, adildə problem var. Sən nə tələbəsən? Nəyə lazımsan? O tələbə ki, susur, nəyə lazımdır o? O tələbə ki, görür ki, təhlükə var. Cavanlar gəlib məhv olub gələcək. Susur. O nə tələbədir, onun nə faydası var? Sən elmi öyrənirsən ki, insanları düzgün istiqamətə yönəldəsən. Düzgün fikrə. Gələn təhlükələrdən qorumaq üçün. Əgər sən bunları bilmirsən, sənin nə faydan var? Ona görə qardaşlar, yəni özünüz görürsünüz, yəni mənhəc problemlər çıxdı. Bu məsələlərdən biz danışırdıq həmişə. Hələ o cihad məsələlərində, təkfir məsələləri, mənhəc məsələləri idi də. Sadəcə bəzi incəliklərdən bilmirdik, məlum olandan sonra onlardan da danışdıq. Ola biraz sabah nəsə çıxsın yenə. Əhl-i-sünnə mənhəcindən, üsulundan olmasa ondan da danışacaq. Allah'dullah. Ona görə qardaşlar, elmi, gör nə deyir? Bu elm və ya bu hədis sizin dininizi baxın kimdən götürürsünüz. Baxın kimdən götürürsünüz. Deməli, kimdən götürəcəksən, baxmaq lazımdır. Azməyəsən deyə. Ona görə tanımadığın adamla elm götürmə. Aydın olmayan adamla elm götürmə. Susan adamdan batildən ən azından deyə bilmir ki, filan kəsə problem onu qulaq asmayın. Cəmatı başına oladırlar. Zübəcü şeylərlə. Yox, xeyri götür, zərəri qoy.
hansısa şeyx deyib məsələn, götürürlər, tətbiq edirlər, şuar edirlər onu dediyin. Yaxşı, biri gəlib deyəcək, İbn Ladin kitabı var və ya Bağdadinin. Onun kitabını oxumaq olar, sizin qaydaya görə xeyri götür, zərəri qoyur. Yaxşı, bu adam xeyri zərər bilmir axı. Ümumi kütlə xeyri zərəri hardan bilir? Özdə incə məsələlərində, incə məsələlərdə. Onu ancaq o xeyir zərəri alimlər bilir və ya elm tələbələri. Hətta elm tələbələrindən kim bu işlə məşğuldur? Azdırırlar.